salam salam de görüm necədir mənim balam. Gəl üstümə sən çalan, səsə sən mənə qalan. Dambılı damılı, sevər hamı dadlımı, qaçdı dodaqlar ağlımı. Baxın, məncə belə Novruz adəti olmaz. Yəni kişilər qadın paltarı niyə geyinsin? Nə üçün geyinsin? Məncə onları başa salmaq lazımdır. Əgər Novruz adət-ənənələr deyə bir şey eləmək istəyiriksə, bizim tarix boyu babalarımız bəlkə də həmin vaxtlarda at oynadıblar, nə bilim şah qaldırıblar, həm hər hansısa bir şigeyimləri, Şiraslan paltarları, belə şeylər geyinə bilər. Özlərini Şiraslana bənzədə bilərlər. Nə bilim, yaxud kişiyə xas olan xarakterlər nümayiş elətdirərlər. Amma burada artıq kişilərimizin qadın paltarı geyinmək hansı tarixi bir əsası əks etdirə bilər ki? Bugün forma geyini, baxın, mən rəylərə baxıram. Burada məsələn yazır, elə bil gey parad keçirilir, üzr istəyirəm. Nə gəldi də? Əslində pis təsir elədi. Bir yandan da qınamıram. Nəyə görə? Çünki biz bugün qadın paltarı geyinən kişilərə ağzına gələni deyirik. Bəlkə də orada qadın paltarı geyinən oğlan birini normal bir vaxtda danışdırsan ki, bu kişinin qadın paltarı geyinməyini nə cür baxsın? İnan nələr deyər. Baxın, bu ildə bir dəfə geyinmək olarsa, onda gündə geyinənə niyə pis baxsınız ki? Niyə onlara bir şey deyirsiniz ki? Əgər olmazsa, ildə bir dəfə də olmaz, tənqid eləyirsə, bəli, mən də bəyənmirəm, kişinin kişi xarakteri var, kişinin kişi görünüşü var, gedin, oynayın, nə bilim, qapı-qapı bayramlaşın, amma normal geyimdə. Həmişə hansı geyimdə olursa, həmişə nə cür tanınırsa o formada. Mən bunları həqiqətən də qəbul eləmək istəmirəm və hər bir insandan da xahiş edirəm ki, növbəti proseslərdə bu şeyin qarşısını alsınlar, yəni özlərində artıq bunu kənara qoysunlar. Çünki Azərbaycan, Qazax şəhəri daim vətənpərvərlərinlə, ondan sonra generallarınla, ziyalılarınla tanınıb, şairlərinlə tanınıb. Ona görə təzədən bir də Qazaxa bu cür təqdim eləmək məncə yanlış olardı.